Deməli, əvvəlki mövzuda demişdim ki, bundan sonraki mövzular biraz daha rahatdır. Və sonra yavaş-yavaş yenə çətinlər gəlir. Çətinlər deməyək, biraz daha belə məntiqlə başa düşməmiz gerəkən mövzular. Buradakı isə rahat, bəsit, sadə. Əgər diqqətli şəkildə qulaq assaz, yaxşı başa düşəcəyiniz bir mövzudur. Əgər gəlib buralara çatmısınızsa, məncə bir Instagramda bir hazırlaşdığınız andan bir şəkil çəkib paylaşa bilərsiniz ki, hal-hazırda hansı bölməni oxuyursunuz, nə edirsiniz, dinləyirsiniz bəlkə də şəkili praktik edirsiniz, bəlkə də videoya baxırsınız və məni orada təq eləyə bilərsiniz ki, baxım siz hansı mövzudasınız. Özünüzə yaxşı baxın. Özünüzə yaxşı baxın, nə edim? Hə, keçdiyim mövzuya. Deməli, demişdik ki, can var, bir də could var. Bunları danışmışdıq ki, bunlar modal feillərdir. Bir şeyi bilmək, bacarmaq mənasına gəlirdi. Yəni, I can go deyirdimsə, mən gedə bilirəm ya da gedə bilərəm mənasındaydı. İndi baxın, bir də var to be able to. Bu nə deməkdir? Deyirəm ki, I am able to go. Bunu alıram çərçivəyə. Bir də var deyirəm ki, I can go. Bunların ikisinin arasında hansı fərq var? Baxın. Əgər I can go deyirəmsə, bu iki mənaya gələ bilər. O mənaya gələ bilər ki, bir, mən gedə bilirəm, bir də gedə bilərəm. Yəni, mənə icazə var getməyə. Amma I am able to go deyirsə, yəni, belə bir bacarığım var, ondan danışıram. Yəni, mənim istedadım çatır ki, mən bu hərəkət eləyim. Deməli, Barack Obama'nın belə bir videosu var. Ondan sual verirlər ki, maşın sürürsən. O da deyir ki, I cannot drive. Do you ever drive? I cannot drive. I mean, I'm... Deyir ki, sürə bilmirəm kimi başa düşülür. Amma o mənada nəzərdə tutur ki, sürə bilmərəm. Yəni, icazəm yoxdur sürməyə. Sonra hamı gülməyə başlayır. I'm able to drive. Deyir ki, no, I mean, I am able to drive, but I cannot drive. Yəni, sürə bilirəm, I am able to drive. Bacarığım var, amma I cannot drive. Amma sürmək olmaz mənə. Çünki prezident olduğu vaxtlarda ona sual verirdilər. To be able to ilə bunun fərqini başa düşdünüz. Bu qədər sadədir əslində. Sualda to be varsa mütləq o qabağa keçəcək, inkarda ona not artıracağıq. Mən sizə sual verəndə deyəcəm, are you able to speak English? İngiliscə danışmaq bacarığım var. Amma can elə bir şeydir ki, orada artıq can you speak English deyirəmsə, həm bacarığını soruşmuş ola bilərəm, həm də icazə var sənə İngiliscə danışmağa. Can you speak? Məsələn, deyirəm ki, can I go? Olar gedim, gedə bilərəm. Amma kiməsə icazə alanda deyə bilmərəm ki, am I able to go? Deyər ki, I don't know. Bilmirəm, yəni elə bir bacarığım var, yoxsa yox. Okay, məncə bunda başa düşdünüz. Əgər başa düşmədinizsə, bir dəfə də baxmaqda fayda var. Can-lə could-u ümumiyyətlə nə olduğunu bilmirdinizsə, əvvəlki mövzularda izah eləmişəm. Demək ki, oran ola bilər ki, boş-boş keçmisiniz. Zəhmət olmasa qayıdın, yenidən baxın. Növbəti mövzuda isə may-lə might-dan danışacağıq. Yenə bunlara yaxın mövzudur, modal feillərdir. Demək olar ki, eyni qrup mövzudur. Ona görə rahat-rahat gedəcək. Özünüzə yaxşı baxın, görüşərik.